Çox dəyərli iştirakçılar. Bir adınızı çəksəm 75 nəfər olacaq. Ona görə də vaxta qənaət baxımından çox gözəl dediniz dostlarım. Azərbaycanı sevən insanlar. Fəaliyyəti ilə bu millətə xidmət etmək istəyən və edən insanlar. Bizim etnik millətdən siyasi millətə keçid mərhələsində yorulmadan çalışan insanlar. Mənim həmkarlarım, rəsmilər, bir sözlə hər birinizə çox təşəkkür edirəm ki, sona qədər belə səbrlə və gözəl bir müzakirələrdə iştirak edədiniz. Əslində, mən kitab haqqında özüm danışmayacağım, heç bir cümlə edir. Biz 2003-cü ildə burada mənim kitablarımın, digər kitablarımın da hamısının sərgisi var burada. Onların haqqında 2 elmi monografiya var, Vaqif müəllim bayaq dedi və bu sahədə yaşıl iqtisadiyyatla bağlı hörmətli Zahid müəllim professorumuzla bizim kitablarımız var. Və bu əsrin müqaviləsinin 30 illiyi ərəfəsində təsadüfdən Xoşbəxt Yusufzadə ilə biz bulvarda rastlaşdıq. Və bu müzakirə düşdü ki, biz elədik ki, biz nə edək? Əsrin müqaviləsinin 30 illiyinə. Çünki o müqavilə böyük bir Azərbaycan verir bizə və biz ona nə edək? Baş məsləhətçi olacaq. Sonra bir nəfər mənə həvalə elədik, dostlar kömək edəcək. Və nəhayətdə 2023-cü ildə səhv eləməklə oxuyan Brayıcı o dünyasını dəyişdi. Amma mən o kitabın baş məsləhətçisi kimin Xoşbəxt müəllimi qeyd elədik, onu xatırladı. Nəzərdə tutmalıyıq. Fikirləşdim ki, Xoşbəxt müəllimdən sonra yalnız bir şirkətindən kimisə eləmək vaxtlardım ki, kimi neyək ki, həm bir şirkətində çalışmıyor, həm bizim neft sənayemizin başlanğıcında iştirak etmiş. Eyni zamanda xüsusilə qeyd eləmək istəyirəm, o sadəliyindən də ona qədər şey deyə bilərəm ki, belə bir kitab qədər bunun haqqında yaza bilərəm ondan qalır. Və onun məsləhəti enerji strategiyamızın formalaşmasında onun özünə məxsus bir rolu var. Bu, bəlkə də heç kim tərəfindən görülür, amma akademiklərimiz görər. Davamlı inkişaf və neft və Azad müəllim də bunu gözəl dedi və burada iştirakçılarım ki, bəzən davamlı neftin artıq yeni bir təfəkkür formalaşdırmağa çalışır bir çox dövlətlər. Neftdən qalıq yanacağı kimi istifadə olunmasın. Bunu deyən ölkələrdən biri tutaq ki, misal deyiləm burada, yardı, neftin əldə oluna gəlir. Və ləzzət olursa, həm neftin pulu yığa bilirsən, burada gələcək işlərə təşkil bilirsən, Azərbaycan neftini Kopya-Kopya tərəfəsi gəlmək istəməliyir. Mənim mavinin kimi çalışır, Səməd mənim də bizim ekspertimizdir, əyləşin. Və kitabın böyük bir yükü onların çinində olur. Hörmət alıb, işdən gedib gəldiyinə görə göndərmişəm kitabxanaya, oraya gedib, oraya gəldim. Götürmək lazımdır o hörməti. Gedib gəldiyi üçün hörmət alıb. Hörməti götürmək lazımdır. Amma bu prosesdə iştirak edib, sağ olun, təşəkkür edirəm. Ərəz qolunuz var olsun, ruhunuz sağ olsun, öyle devam edin. Mənim İsovdur, Nəyəbə Zəminozda, İnci Şirkətlər Qrupunun rəhbəri. Mənim bütün kitablarımda belə bir anlaşmamız var o ilə. Mən təsadüfən də belə üzrə oturmadım ondan şeylər. Bir anlaşmamız var, üz-üzə deyirəm, düzlər. Deyir ki, sən nə yazsan, sən at barıtı məndən. Mən bütün kitabları çap edəcəm, nə edəcəm, kömək olacam, dəstək olacam və bu günə bu işi görür. Və eyni zamanda görüş haqqında söylədi və söhbət nədən gelir? Bizim neftimiz Çinin bir məhəlləsi boyunda olan Azərbaycanlar o bölgüdə Çin arasında stratejik müttəfiqliyə gətirib çıxartdılar. Bizim neftimizin göstərisi. Çap yazıldı, çap olundu, bunu istimata çatdırmaq lazımdır. Bunun üçün də çox dəyərli dostumuz. Siz də burada mühafizə keçirlər. Təbii ki, Əli müəllim bir cümlə dedi, qoy deyil, bu hamıdırsın. Kitabı baxdı, siyahiyə baxdı, demədim. Dedi ki, bu fosizmdə, orada belə keçən böyük bir tədbirdir. Amma tutumuna görə, insan kontingentinə görə, mahiyyətinə görə isə ən böyük bir dəyər. Çünki ulu önlərin
vaxtında və yaxud da deyildi, qoruyub saxladığı bir kitab, milli kitabxanalar, milli təfəkkürümüzü, milli yaddaşımızı gələcək. Təşəkkür edirəm ki, odur. Burada rəsmləri dedik, mənim gənclik qardaşım burada əyləşir. Ayrıca yataqxana yoldaşlarım əyləşir, tələbə yoldaşlarım əyləşir, dostlarım. Heydər Əliyevin yaş senzinin mitinglərini